Varlık varsa zəruri varlık da var. Dini inancı olan şəxslərin istifadə etdiyi ən önəmli arqumentlərdən biridir bu. Arqument tam olaraq belədir. Mümkün varlıqlar varsa zəruri varlık da var. Amma problem elə ondadır ki, zəruri varlığın məntiqlə qurulmuş olması onun real həyatda mövcud olduğu anlamına gəlmir. Bu arqument zahirən məntiqli qurulub, amma hər məntiqlə qurulan varlıq realda mövcud olmur. Bu arqumentə və eyni məntiq strukturuna baxaraq biz 8 başlı əjdaha da yarada bilərik məntiqlə. Amma bu onun realda var olduğu anlamına gəlmir. Yəni hər məntiqlə qurulan varlıq realda mövcud olmur. Burada əsas problem ondadır ki, zəruri varlıq anlayışı mövcudluğu nəticə kimi çıxarmır. Əvvəlcədən tərifinin içinə yerləşdirmiş olur. Bir varlığın məntiqlə təsvir edilə bilməsi onun real həyatda mövcud olduğu anlamını daşımır. Onun real həyata keçidi üçün empirik dəlillər mütləqdir. Empirik dəlil yoxdursa, varlıq sadəcə məntiqlə kifayətlənir. Məntiqdən kənar və zehndən kənar realda mövcud olmayan bir varlıqdır. Bu isə bu nəticəni verir ki, mən sadəcə belə inanıram. İnandığım varlıq realda mövcud deyil. Çünki məntiq bizə var olanı deyil, düşünülə biləni göstərir və düşünülə bilən hər şey realda mövcud deyil. Hər kəsə salam. Bugünkü podkastimizdə yenə həvəskar fəlsəfəçimiz Çevik bəyin kəşflərini müzakirə edəcəyik. Deyəsən bu dəfə çox dərinlərə baş vurmaq istəyib, amma boyunu hesablamayıb. Çevik yenə cəsarəti ilə savadını üstələyib. Bilirsən, atalarımız çox gözəl deyib, cahil cəsarətli olar. Adam o qədər arxayındır ki, fəlsəfə tarixinin ən ağır mövzularına, ontoloji və kosmoloji arqumentlərə girişib. Amma necə girişib? Tam bir fəlakət. Dəqiq. Çıxıb girir ki, bir şeyi məntiqlə düşünə bilməyimiz onun reallıqda var olması demək deyil. Və sübut kimi də nə gətirsə yaxşıdır, 8 başlı əjdaha. Deyir ki, mən əjdahanı da xəyal edirəm, amma o reallıqda yoxdur. Deməli, zəruri varlıq, yəni Allah da sadəcə zehnin məhsuludur. 8 başlı əjdaha, mən doğrudan da adamın fəlsəfi səfalətinə acıyıram. O fəlsəfədə kateqoriya xətası adlanan çox kobud və uşaqca bir sərf edir. Mümkün varlıqla zəruri varlıq anlayışlarını eyni tərəziyə qoyur. Alma ilə armudu, daha doğrusu əjdaha ilə kainatın ilk səbəbini səhv salır. İzləyicilərimiz üçün bu fərqi sadə dildə açaq da, mümkün və zəruri varlıq nədir? Bax, otaqda uçan at, 8 başlı əjdaha, hətta mənim və sənin özümüz mümkün varlığıq. Yəni bizim var olmağımız məcburi deyil. Bizim mövcudluğumuz üçün başqa səbəblərə, ana-ataya, hüceyrəyə ehtiyacımız var. Amma zəruri varlıq tamam başqa bir kateqoriyadır. O, var olmaması qeyri-mümkün olan, səbəbsiz və bütün bu mümkün varlıqların təməl səbəbidir. Biz bilirik ki, əjdaha yoxdur. Çünki onu zəruri edən heç bir səbəb-nəticə zinciri yoxdur. Amma kainat özü mövcuddursa, bu sistemi yoxluqdan varlığa keçirən bir zəruri varlıq mütləq olmalıdır. Bu, xəyal deyil, ontoloji bir məcburiyyətdir. Əla, yəni Çevik maşının mühərriki ilə o mühərriki düzəldən mühəndisi eyni kateqoriyada mühakimə edir. Çox gülüncdür. Bəs onun o məşhur empirik dəlil takıntısına nə deyirsən? Deyir ki, təcrübi, yəni empirik sübut yoxdursa, hər şey yalandır. Bax, o dediyin fəlsəfədə siyantizm adlanır və öz-özünü darmadağın edən ən absurd iddialardan biridir. Çevik bəyə mənim bircə dənə qızıl sualım var. O iddia edir ki, yalnız empirik olaraq sübut edilə bilən şeylər reallıqdır. İndi sən mənə de, bu cümlənin özünü laboratoriyada mikroskop altına qoyub sübut etmək olarmı? Təbii ki, yox. Bu cümlə fiziki bir şey deyil axı. Ay yaşa! Bu cümlənin özü fəlsəfi və məntiqi bir iddiadır. Yəni Çevik fəlsəfəni inkar etmək üçün elə fəlsəfədən istifadə edir. Üstəlik, kainatda mütləq real olan, amma empirik olaraq ölçülə bilməyən o qədər şey var ki, məsələn, riyaziyyatın əsasları, məntiq qanunları, hətta 3 rəqəminin özü. Sən mənə 3 rəqəminin çəkisini, rəngini, fiziki həcmini göstərə bilərsən? Xeyr, onun fiziki bir qarşılığı yoxdur, amma mütləq reallıqdır. Məhz belə. Əgər hər şeyi yalnız empirik dəlillə məhdudlaşdırsaq, Çevik bəy elmin özünün üzərində qurulduğu riyaziyyatı da, məntiqi də zibilliyə atmalıdır. Amma onun cəhaləti elə həddədir ki, teistlərin sanki otaqda oturub xəyallarında Allaha uydurduqlarını düşünür. Elə təqdim edir ki, sanki dindar alimlər mən düşündüm deməli o var deyərək kosmoloji arqument qururlar. Mövlana sözü olmasın, gözü görməyən karvana yol göstərməyə qalxarsa, sonu uçurumdur. O öz fəlsəfi uçurumunda 8 başlı əjdahası ilə oynamağa davam etsin. Reallıq isə yerində sağlam durur. Çox zəngin və darmadağın edici bir analiz oldu. Ümid edirəm izləyicilərimiz mümkün və zəruri varlıqlar arasındakı fərqi Çevik bəydən daha yaxşı dərk etdilər. Əminəm ki, elədir. Çünki anlamaq üçün cımbız yox, sağlam məntiq lazımdır. Bugünlük bu qədər əziz dinləyicilər. Məntiqinizi qoruyun, elm və fəlsəfə ilə qalın. Görüşənədək.